Salam değerli dördüncüler, ben Xədicə Baxşalıyeva. Bugün sizlerle birlikte dördüncü sınıf üçün bir kesegi nümunəsini izah ilə tanış olacağıq. Grade 4 Small Summative 5, yəni dördüncü sınıf kesegi 5. Baxaq birinci sualdan izahımıza. Aha, bircə dəqiqə. What is Jim doing? Deyir ki, Jim nə edir? Baxaq, görək nə edir burada, baxın. Ağaca dırmanır, düzdürmü? He is climbing a tree. O ağaca dırmanır. Doğru cevabımız budur. He is having a picnic. O piknik edir. Xeyr. Sonra digər varianta baxaq. He is riding a bike. O velosiped sürür. Doğru cevabımız nədir? A variantıdır. Çünki o nə edir? O ağaca dırmanır. Şəkildən də gördüyümüz kimi. Düzgün tərcüməmiz də A variantı olacaq. Deməli, what is Anne doing? Deyir ki, Anne nə edir? Nə edir Anne? She is running. O qaçır. Xeyr. Burada qaçırmı? Xeyr. She is taking a walk. O gəzir. Xeyr. She is playing on the swing. O yelləncəkdə oynayır. Yelləncəkdə yellənir. C variantımız doğru cavabdır. Choose the correct variant. Düzgün variantı müəyyən edin. Der ki, we are riding bikes. Biz bunu düzgün olaraq tərcümə eləməliyik. We are riding bikes nə deməkdir? Biz deməli velosiped sürürük, düzdür? A variantını nə edirlər? Onlar piknik edirlər. Bunun düzgün tərcüməsi necə olardı? We are having a picnic. Səhv variantdır. C variantında nə edirlər? Qaçırlar. Düzgün tərcüməsi nə olardı? We are running. Ona görə də bu variantımız da səhvdir. Doğru cavabımız B variantı olacaq. Choose the correct word. Düzgün sözü müəyyən edin. We are playing on the swings. Deyir ki, biz yelləncəkdə oynuyoruz. Yelləncəkdə oynuyoruz. Aha. We are harda ola bilər uşaqlar? At school. Məktəbdə yelləncəkdə yellənib oynaya bilərikmi? Xeyr. In the sea. Sizcə dənizdə yelləncək varmı? Xeyr, müəllimə, yoxdur. In the house. Evdə uşaqlar. Evdə yelləncək varmı? Deyə bilərsiniz bəzilərinizin evində yəni yelləncək düzəltmiş ola bilərlər. Amma burada ən çox yelləncəklər harda olur? In the park. Parkda olur. Bəli, doğru cavabımız C variantıdır. Translate the verse. Deməli, sözləri tərcümə edin. Wash the car. Wash the car nə deməkdir? Maşını yumaq. Maşını wash. Maşını yu. Aha. Maşını yu. Take out the trash. Take out the trash. Trash nə idi uşaqlar? Trash. Mən deyim, əlbəttə olar. Sən de. Trash zibili idi. Bəli. Trash sözünün başqa ekvivalenti var idi mi? Yəni əvəz edici sözü. Bəli, var idi müəllimə. O da rəbiş idi. Düz deyirsən, bəli. Düz deyirsən. Deyir ki, deməli, zibili götür, zibili çölə çıxart. Bu mənada zibili çölə çıxart. Aha. Take out. Yəni götür, çölə çıxar. Bu mənada. Aha. Translate the sentence. Cümləni tərcümə eləyin. What are they doing? What nədir? Doing. What nə deməkdir? Doing edirsən. Edirsən. Deyir ki, onlar nə edirlər? What are they doing? Onlar nə edirlər? Nə edirlər? Edirlər. Düzgün tərcüməmiz bu olacaq. Make up a sentence. Cümlə qurun. We are. Biz cümlədə nə deyirdik uşaqlar? Cümləmiz nə ilə başlayırdı? Cümləmiz mübtada ilə başlayırdı. Düzdür? We are. Sonra nə gəlirdi? Köməkçi fe'limiz gəldi. Are buradadır. Yəni əgər varsa. Sonra əsas fe'limiz gəlirdi. Düzdür? We are eating a delicious dinner. Deyir ki, biz dadlı axşam yeməyi yeyirik. Axşam yeməyi yeyirik. Aha. Deməli, we are eating a delicious dinner. Düzdürmü? Bəli. Deməli, düzgün variantımız, düzgün qurulmuş variantımız da olan cümlə bu olacaq. Deməli, match the words. Sözləri birləşdirin. Washing, snack, making, table, setting. Aha.
Deməli, washing yumaq deməkdir. Nəyi yuya bilərik? The dishes. Deməli, dishes həm də qablar demək. Deməli, qabları yuya bilərik, düzdür? Making a snack. Making a snack. Snack nə idi uşaqlar? Snack biz abur-cubur aralıqda yeyirik yeməklər. Yəni ingilislər belə abur-cubura snacklər deyilir. Yəni cips olsun və s. yəni bunlara deyilir. Setting the table nədir? Setting the table süfrə qurmaq mənasındadır. Deməli, burada bizim 3 dənə ifadəmiz oldu. Deməli, sözləri birləşdirməklə. Washing the dishes, qabları yumaq, making a snack, yemək düzəltmək, atışdırmalıq düzəltmək, setting the table, süfrə qurmaq, süfrə açmaq bu mənada. Deməli, baxırıq indi 9-cu sualdan davam edirik. Match the words to the pictures. Deyir ki, sözləri şəkillərlə uyğunlaşdır. Setting the table. Bayaqki deməli, sualda var idi. Nə idi? Mən deyim olar. Sən de mən eşidirəm. Setting the table nə idi? Yadıma düşdü müəllimə. Setting the table süfrə açmaq idi. Deməli, bunu biz nə ilə birləşdirəcəyik? İkinci şəkillə. Doğru deyirsən. Sweeping the floor. Deyir ki, döşəməni süpürmək. Hansı variant uyğun gələr? Əlbəttə bu uyğun gələr müəllimə. Qız süpürür axı evi. Feeding the pets. Pets nə idi? Heyvanları yedizdirmək. Hansı şəkil uyğun gələr? Əlbəttə bu uyğun gələr. Deməli, 10-cu sualdan davam edirik. Write the words in the sentences correctly. Deyir ki, sözləri cümlələrə doğru şəkildə yazın. Washing nə idi? Bayaq demişdik. Washing yumaq idi. Taking nə idi? Götürmək mənası var idi. Feeding nə idi? Yemək mənası var idi. Making etmək, düzəltmək, yəni make sözlərlə birləşərək müxtəlif ifadələr yarada bilər. Jane is her hair. Deyir ki, Jane başını nə edə bilər uşaqlar? Başını yedizdirə bilərmi? Xeyr. Jane is washing her hair. Bəli, o saçını yuyurdu. My brother is out the trash. Is taking out the trash. Biz axı birləşmə keçmişdik. Take out the trash. Zibili atmaq, zibili çölə çıxarmaq bu mənada. They are feeding pets. Düzdür, yedizdirirlər. Mom is making a snack. Bayaq da demişdik, making a snack bir birləşmə idi. Nə demək idi? Making a snack müəyyən bir atışdırmalıq, düzəltmək idi. Bəli, müəllimə. Deməli, sizə aydın oldu mu hamısı? Ümid edirəm ki, hər biri aydın olmuşdur. Burada bir neçə birləşmə var idi. Biz də bunları öyrəndik. Washing the dishes. Nə oldu? Washing the dishes, qabları yumaq. Making a snack, müəyyən bir atışdırmalıq hazırlamaq. Setting the table, süfrə qurmaq. Feeding the pets. Nə oldu feeding the pets? Deməli, heyvanları yedizdirmək. Sweeping the floor. Bu nə oldu? Bu da oldu döşəməni süpürmək bu mənada. Başqa buradan bilmədiyimiz söz var idi mi? Xeyr, müəllimə, yox idi. Qalan hamısı bizə aydındır. Ümid edirəm ki, hər biri sizə aydın olmuşdur uşaqlar. Sualınız olarsa şərh bölməsində qeyd etməyi unutmayın. Videonu like edib dostlarınıza göndərməyi unutmayın. Uğurlar.